Hörmətli dostlar, birçok adam deyir ki, Nadim Bey, niye susursuz? Bu sizin dedikleri baş verdiği bir zamanədə bundan sonra necə olacağını niye şərh eləmirsiniz? Bütün politologlar kanallara çağırır, danışır. Mən də deyirəm ki, o politologlar ki, İran savaşı olmayacaq deyənlər bəli, efirlərdədir. Savaşı olacaq, bu hallar görəcək deyən Nadim Bey deyil. Çünki bizə bu dəqiqə efirlər lazımdır deyil. Efirlərimizdə kimlər çıxdığınızı, kimlər şərh elədiyinizi biz görürük. Bu barədə son zamanlar efirlər kimlərin əlində nə cür olduğumuzu çox gözəl bilirik. Efirlərdə olmaqdansa hələ bu saytdan danışmaq daha gözəl olar. Mən bu dönəmində hansısa proqnozları vermək, şərh etmək niyyətində deyiləm, qorxuram. Çünki dönəm bir söz deyəcəm. Kimlər necə başa düşür? Dünya üzərində hal-hazırda gedən gözünüzün gördüyü kimi deyil hiçbir şey. Mən elə düşünürəm. Hər şey altdan sürətlə o su gedən, üstdən lal su gedən bir durum var. Xamneyni öldürüldü deyir, bastıracaq da, yasta tutacaq da bəlli deyil. Xamneyni öldürüldü mü? Yoxsa hansısa masonların cənnət adasına mı getdi? Bu dünyadan vedalaşdı mı? Yəni ki, öz istədiyini elədi. Bunlar hamısı görməz deməz. Çünki biz efirlərdə olanları görə bilirik. Xamneyninin meyitini, sifətini bizə göstərərmi sizcə? Onu ki görmədən, hətta gördüyü şeyi bir ona oxşayan masovka qoymadan göstərə də bilər. Amma mən yenə deyirəm, partladıbdır, necə görünər? Yəni, hərə bir şey deyəcək. Çünki əlinizdə fakt olmadan bu dəqiqə baş verən film halında yaradan bu senaryolar gələcəkdə daha böyük savaşlara aparması üçün dini savaş. Bunun arxasında mən o zamanlarda verdiyi proqnozlar var idi. Dini savaşlar dayanır. Dünya üzərində bu dini savaşlar, ölkələr arasında savaşlar, böyük ölkələri sonra bu savaşa qatmaqlar hamısı nədən xəbər verir? İnsan azaltmaqdan. Ya Amerika burada qazanacaq, ya Çin, ya İran, ya da kimsə. Heç kim bu savaşda sonuçda qazanan deyil. Baxma, bugün Amerikanın istədiyini olur. Yəni, bunlar hamısı boş şeylərdir. Cihad elanlar olunacaq, nə bilim, nələr. Bunlar hamısı dini savaş. Çünki dini savaş olmadıqca, qəzəb olmadıqca və bu cihad olmadıqca böyük ölümlər olunur. Onlar elə qururlar ki, hər şey qəzəb yaradır. Və qəzəb olan, nəyəsə inanan insanlar gözü bağlı şəkildə ölümə gedirlər. Onlara da nə lazımdır? Təbii haldır ki, ölüm lazımdır. Kimlərə lazımdır? Dünya idarə edən masonlara. Təbii ki, masonlar arxa planındadır. Böyük dövlətlərin arxasında masonlar olur. Və həmən prezidentlər ki, Trumpdır, Putindir, o ki, bu ki, biz indi şərh edirik də, mənim də fikrimi deyirəm mən. Məncə, dünya idarə edən həmişə eyni güclər olur. Balaca ölkələrində üstündə həmən o böyük prezidentlərə tabi olan prezidentlər, adamlar olur. Onlar da heç vaxt onlara protiv çıxab, heç nə eləyə bilməzlər. Mənim fikrim belədir. Ona görə gözəl dostlarımız, bugün dünyada baş verən ölümlər, öldürən şeylər biz vaxtı ilə şərh etmişik. İllərdir mən bunu deyirəm. Bugün bunu deməklə nə mənası var ki?